Salam, hər vaxtınız xeyir olsun. Voleybolçular, futbolçular, basketbolçular, üzgüçülər, avar çəkənlər, bir sözlə bütün idmançılar və idman ictimaiyyəti, hər kəs ekranlara yaxın əyləşsin. Bəli, düz eşitdiniz, bugün məhz sizin gününüzdür. 5 Mart Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi qeyd olunur. Bu münasibətlə hər birinizin bayramını ürəkdən təbrik edirəm. Və bugün məhz idmançı qonaqlarımız stüdiyamızda olacaqlar və onların idman karyerası haqqında söhbət açacağıq. Məhz bugün haqqında danışacağıq. Amma əvvəlcə bölgəmizdən olan bir süjet var. Bunu bizə Pərvanə hazırlayıb Gəncədən. O bizə Gəncəli gənclərin idman həyatından danışacaq. Gəlin süjetə baxaq. İdmanla məşğul olan hər bir şəxs həm özünün fiziki sağlamlığını təmin edir, həm də cəmiyyətdə idmanın, bədən tərbiyəsinin insan üçün nə qədər lazım olduğunu sübut etmiş olur. Azərbaycan cəmiyyətində mövcud olan sağlam bədəndə sağlam ruh olar deyimi insanların idmana meyillik dərəcəsinin göstəricisidir. İnsanın özünü, maddi və mənəvi potensialını maksimum reallaşdıra bilməsi üçün ona ilk növbədə fiziki sağlamlıq lazımdır. Ümumilikdə onu demək olar ki, gənclərimiz digər sahələrdə olduğu kimi idman sahəsində də fəallıqlar ilə seçilirlər. Respublika miqyasında olduğu kimi Gəncədə də idman sahəsinin tərəqqisi istiqamətində xeyli işlər görülür. Fərqlənən idman sahələri haqqında isə müsahibimiz məlumat verəcək. Bizim hal-hazırda məktəbimizdə 13 idman növü, olimpiya idman növü fəaliyyət göstərir. Onlardan 3000-dən artıq bizim şagirdlərimiz burada idman növlərindən məşğul olurlar. Bu gün də bizdə belə deyək, olimpiya idman növlərindən Toğrul Əsgərov vurğulamaq olar, başqa Babazadə İlkini vurğulamaq olar. Bütün idman növlərinin əksəriyyətindən ən əsasda kollektiv idman növündən belə deyək, basketbol idman növünü vurğulamaq olar ki, inkişaf günü-gündən yaxşı olur. Fərdi idman növlərindən də sərbəst güləş dədə-baba adətindən həmişə burada üstün olur. Onu da qeyd etmək lazımdır ki, oğlanlarla yanaşı, xanımlar da idman sahəsində özlərini sınayırlar. Ümumi göstəricilərə nəzər yetirdikdə onların kifayət qədər uğura imza atdıqlarının şahidi oluruq. Bəs maraqlıdır ki, xanımlar daha çox hansı idman növünə üstünlük verirlər? Mən xüsusi vurğulamaq istəyirəm xanımların bizim məktəbdə idman növündən məşğul olmaq. Bildiyiniz kimi bədii gimnastikadır, sərbəst güləşdir, voleyboldur, üzgüçülükdür. Bir çox idman növlərini demək olar ki, bizə üst tuturlar, onların da sayı günü-gündən artmaqdadır. Maraqlıdır, bəs fiziki işlərlə məşğul olan gənclər digər gənclərdən nə ilə seçilirlər? İdmanla məşğul olan insan ümumiyyətcə sağlam bədən, sağlam ruh, o cümlədən vətənpərvərlik, vətənə, dövlətə sədaqət olmaq, bir də sağlam ailə başçısı olmaq çox vurğulamaq olar. Yəqin ki, müsahibimizin bugün münasibəti ilə demək istədiyi ürək sözlər var. Mən fürsətdən istifadə edib 5 Mart İdman və Bədən Tərbiyəsi Günü münasibəti ilə bütün həmkarlarımı, o cümlədən bütün idman sevərləri, idmanda çalışan, işləyən hər bir kəsi, bütün müəllim heyətini 5 Mart münasibəti ilə təbrik edirəm. Sahələrini gəzdim və özümü karatədə tapdım. Mən fikirləşirəm ki, mənim üçün karatədən yaxşı idman sahəsi yoxdur. Bəs siz necə özünüzü harada tapırsınız? Bəli, süjetə baxdıq və bölgənin aktiv idmançı gəncləri ilə yaxından tanış olduq və buradan hər bir bölgə gəncinə salam göndərirəm və hər birinizin bədən tərbiyəsi və idman günü münasibəti ilə ürəkdən təbrik edirəm. Uğurlarınız bol olsun deyirəm və məncə artıq vaxt gəldi çatdı qonaqlarımızı təqdim eləməyə. Elə isə onları qarşılayaq. Gənclər İdman Nazirliyinin baş məsləhətçisi və əməkdar məşqçisi Tofiq Eyvazov və gənc idmançı dostlarımız. Buyurun. Salam, xoş gördük hər birinizi bir daha stüdiyamızda.
5 mart əvvəldə də qeyd etdim ki, 5 mart bədən tərbiyəsi və idman günü kimi Azərbaycanda qeyd olunur. Mən bu münasibətlə sizi və burada olmayan idmançı dostlarımızı ürəkdən təbrik edirəm. Hər birinizdən uğurlarınız barəsində birazdan ətraflı söhbət açacağıq. Mən isə Tofiq müəllimlə söhbətə davam etmək istəyərdim. Tofiq müəllim, qeyd etdik ki, 5 mart Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi qeyd olunur. İstəyərik bu günün tarixi haqqında bizə məlumat verərdiniz. Hansı məqsədlə bu gün təsis edilmişdi? İlk öncə bu gün münasibətilə çox milyonlu Azərbaycan gəncliyini, çox milyonlu Azərbaycan idmançılarını, Azərbaycan Respublikası Gənclər İdman Nazirinin kollektiv adından təbrik edirəm və sizin suala cavab olaraq deməliyəm ki, bunun ilk öncə Ulu Öndərin 1995-ci il böyük idman ictimaiyyəti ilə görüşündən sonra bugün tarixə düşdü və 2005-ci ildə möhtərəm prezidentimiz İlham Əliyev bugünü müvafiq sərəncamla bizim peşə bayramımız kimi, yəni idmançı günü kimi xüsusi sərəncam imzaladı. Bildiyiniz kimi bütün sahələrdə olan insanların peşə bayramı vardı. Təkcə idmançılar bu sahədə biraz kölgədə qalmışdı. Ancaq möhtərəm prezidentimiz gözəl 2005-ci ildə 5 mart gününü ümumi Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi sərəncam verdi və bu sərəncamdan irəli gələn tədbirlər bütün regionlarda keçirilir. Yəni Azərbaycanın elə bir şəhəri, elə bir bölgəsi, elə bir yəni bütün hər bir bölgəmizdə bu bütün regionlarda bu qeyd olunur və şəhərlərdə, rayonlarda müəyyən idman ictimaiyyəti yığılır və bu günü qeyd edirlər. Və qeyd etməliyəm ki, Azərbaycanda idman və bədən tərbiyəsi idman gününün qeyd olunması son dərəcə məqsədə uyğundur. Ona görə ki, Azərbaycan idmançılarının beynəlxalq aləmdə göstərdiyi nailiyyətlər göz qabağındadır. İl-ildən artırır. İl-ildən Olimpiya oyunlarına diaqramasına fikir versək 1, 3, 5, 7 və 10 və təbii ki, Braziliya olimpiyadasında biz bunu 15-17 eləməliyik. Çünki bunu bizə göstərilən qayğı bunu bizdən tələb edir. İdmançıya göstərilən qayğı, idman mütəxəssisinə. Yəni, bugün heç kəs idman sahəsində çalışan heç kəs deyə bilməz ki, mən dövlətin qayğısından kənarda qalmışam. Tofiq müəllim, elə istərdim bu barədə idmançıların özələ söhbət açım və mənim yanımda ələşən Olimpiya çempionu, Sinqapur Olimpiya oyunlarının qalibi Murad Bazarov ələşib. Buyur Murad, özün haqqında danış. Neçə yaşından başlamısan idmana? Necə oldu ki, sən məsələn Yunan-Romanı seçdin? Mən Yunan-Roma güləşində güləşirəm. 2006-cı ilindən güləşmişəm və bir il sərbəst güləşdə güləşmişəm. Xoşum gəlməyib klassiki keçmişəm. Niyə sərbəst güləşdə? Çətinliyinə görə yoxsa? Yox, çətinliyə yox. Prosta mən klassik daha çox xoşuma gəldi. Ona görə Yunan-Roma güləşində güləşdim. Bu nəticələrini danış. Bizə hansı yarışlarda iştirak eləmişsən? Ta əvvəldən indiyənə qədər. Böyük yarışlarda ilk yarışım Olimpiya olub. Olimpiya oyunlarında birinci yer tutdum 2010-da. Sonra 2011-də Avropa Dünya yarışları güləşdim. Avropa çempionu oldum yeniyetmələr arasında. Dünyaya 2-yə çıxdım. Kazak idmançıya uduzdum finalda. Sonra gənclərə keçdim. Yaş dəyişdikcə gənclərə keçdim. Gənclərdə Avropa üçüncüsü oldum və axırıncı Taylandda keçirilən dünya çempionu oldum gənclər arasında. Sinqapur Olimpiya oyunlarının haqqında bizə danışardın. Hansı çətin görüşün və ümumiyyətlə karyeranın ən çətin döyüşünü hansı sayırsa hesab edirsən? Çətin görüşüm çox olub. Belə ən çətinlərdən Olimpiya finalı. Daha çox istəkli, daha çox istəmişəm. Udum, biraz həyəcanlandım. Və dünya çempionatının finalı olub. Sənlə söhbət davam etdirəcəyik. Keçəcəyik növbəti idmançılar Fuada. Fuad, buyur. Sən öz idman tarixçindən bizə danış. Neçə yaşında məşğul olursan? İlk müəllimin kim olub? 9 yaşından gəlmişəm idmana. İdman hansı növündə? Sambo idman növü üzrə məşğulam. Yəni, keçən il Yunanistanın Salonik şəhərində keçirilən... Birbaşa keçən illə keçmə. 9 yaşından atladın birbaşa keçən illə. Keçdiyin qısa idman tarixçisi oldu. Yarışlar güləşmişəm. Dəfələrlə Bakı şəhər birinciliklərinin qalibi olmuşam. Azərbaycan birinciliklərinin qalibi olmuşam. Böyüklər arasında mükafatçı olmuşam. Yəni, qıraq yerlərdə Narodni yarışlarının qalibi olmuşam. Axırıncı, yəni ən yadda qalan dünya birinciliyi olub. Ən çətin görüşümdə final görüşü, yəni Rus idmançısı ilə olub. O da yəni öz rəqiblərinin hamısını finala kimi... Samboda mən bilən Ruslar daha güclüdür. Ruslar və tam aktiv şəkildə güclüdürlər. Bütün rəqiblərini tam xal hesabı ilə məğlub eləyərək finala gəlmişdi o idmançı. Mən isə o idmançının üstündə 6-0. 6-0. Tam üstünlüklə qalib gəldin. Demək olar ki,
Yəni inandırıcı bir halda öldü də, ancaq şükürlər olsun Allaha da. Yəni onlar hamısı nədir çəkilən əziyyət. Təbii ki. Əziyyətin bəhrəsi istək yaratmalıdır insan, yəni özündə ki, yəni mən əziyyət çəkirəmsə nəyəsə çatmalıyam. Buyurun növbəti iştirakçı Orxan. Bəli, 8 yaşımdan idmanla məşğulum, sambo idman növü ilə. Sən də sambo. Yad bir ölkədə başlamışam idmana, Rusiyada. Rusiyada başlamısan sən də. 2005-ci ildə Bakıya gəlmişik və dəfələrlə yarış qalibi olmuşam. Ən böyük nailiyyətim də 2012-ci ilin Bolqarıstan Safiya şəhərində keçirilən dünya çempionatının qalibi olmuşam. Ən çətin görüşüm final görüşü idi, Ermənistan idmançısı idi. Bəli, çox çətin idi. Əsas o idi ki, psixoloji hazır idik. Təbii ki, düşmən ölkənin idmançısı ilə qarşılaşanda ən əsas amil psixoloji hazırlıq olur. Psixoloji hazır oldunsa, yəni udasan. Əsas psixolojidir, yəni fizikidən çox psixologiyadır. Və qalib gəldin sən. Bəli, və qalib gəldim 3-0. Təbrik edən böyük bir uğurdur və İslam sonuncu idmançımız burada əyləşən. İzləyən tamaşaçıları salamlayıram. Sizə də öz təşəkkürümü bildirirəm ki, bizi çəkib xalqa tanıtdırırsınız. Borcumuzdur bizim. Əvvəl qaldığımda idman neçənci ildə başlamışam. 2006-cı ildə başlamışam. İdmana Sumqayıt şəhərində başlamışam. Qərib Əliyevin məşqçim olubdur. Onun necə deyirlər tələbəsi. Sumqayıt şəhərdə öz idmançıları ilə tanınır belə deyilmi? Sumqayıt necə deyirlər, məşhur idmançılarla tanınan bir şəhərdir. Nəticələrə qaldıqda isə yeniyetmələr arasında 2 dəfə dünya çempionu olmuşam. Necə deyərlər, birinci dünya çempionatı çox ağır oldu, ikinci dünya çempionatı ona baxmış, biraz yüngül oldu. Təbii ki, birinci ilk olduğuna görə. Ən çətin yadda qalan döyüşün kimə qarşı olmuşdu çempionatlarda? Çətin döyüşlər çox olubdu. Olub Rus idmançısı ilə olmuşdu. Onun birinci dəfə dünya çempionatında. Sonra başqa yarışlarda onu rahat tutmuşam. Ən belə necə deyərlər, çətin görüş onunla olmuşdu, Rus idmançısı ilə. Aha. Birazdan sizlə söhbətə davam edəcəyik. Tofiq müəllim, bax idmançılar öz karyeralarını danışdı. Mən istəyərdim sizin gəncliklərinizə qayıdaq. Siz hansı idman növü ilə məşğul olmusunuz? Məşqçi kimi, əməkdar məşqçisiniz. Məşqçi kimi fəaliyyətinizdən danışaq. Təbii, mənim gənclik illərimi bugünkü gəncliyin yaşadığı həyat tərzi ilə bərabər tutmaq olmaz. Belə deyək də, Rusun əsarəti altında olan bir dövlətin hansı bütün yarışlara ancaq Rus mənşəli idmançıların getməyi məqsədə uyğun hesab olunurdu. Yəni, Azərbaycanda o qədər güclü potensiala malik olan idmançılar olub ki, onlar dünya çempionatına getməkdən məhrum olublar. Təkcə Firidun Qurbanov, 3 qat SSR çempionu, SSR xalqlarının Spartakiadasının qalibi Firidun Qurbanov, beynəlxalq o bir dəfə də dünya çempionatına getməyib. Onun da nə idi? Yığmada və yaxud təlim məşq toplanışda hər hansı bir cüzi bir deyək ki, nizam, intizami əsas getirirdilər və ya bəhanələr axtararaq onları kənarlaşdırırdılar və bugünkü gəncliyə mən həsəd aparıram. Yəni ki, xoşbaxt gəncliyimiz var bu günləri ki, Azərbaycan çempionu olandan sonra dünya çempionatına birbaşa çıxış eləyirlər, Azərbaycanımızı tanıdırlar. Şəffaf seçimlərlə. Həm şəffaf seçimlərlə, həm ədalətli seçimlərlə, həm də ki, onların qarşısında heç bir maneə yoxdur. Bir də ki, 40-a yaxın, 40 olimpiya kompleksi var bu gün Azərbaycanda möhtərəm prezidentimizin təşəbbüsü ilə. Yəni, bizim bütün hallarda möhtərəm prezidentimiz deyək ki, açılışa gedəndə ilk öncə pəncəyin soyunur, 10 dəfə turnikdə dartınır və sübut edir ki, hələ 10 dəfə də dartınmağa qüdrətim var. Bu əyani vəsaitdir. Bu gənclərimizə bir stimuldur ki, bəli, belə bir prezidentin belə bir gəncliyi olmalıdır. Bayaq siz mənim gəncliyimə, mən 60-cı illərin axırı, 70-ci illərin əvvəlində idmana gəlmişəm, ancaq məşğul olmuşam 68-ci ildən. Müəyyən bir həddə çatan kimi orada bizim qarşımıza böyük bariyerlər qalırdı, çıxırdı və biz dünya Avropa çempionatlarından məhrum olurduq. Böyük fenomen bir gücə malik olan Məhəddən Allah verdi, 3 qat dünya çempionu oldu. Təsəvvür edin, Arif Niftullayev kimi onun deməli potensialı, biz o vaxtı onu əyani vəsait kimi mən Olimpiya Ehtiyatı məktəbində müəllim işləyəndə istifadə edirik o vəsaitləri. Bəli, onun deməli çəkilişini gətirirdilər. Ən böyük ağciyər tutumuna Arif Niftullayev malik idi. O, onun sahəsində gedib Meksikada dünya çempionu olmuşdu. Ancaq ki, bütün hallarda bugünkü gənclik bu günlərin qədrini bilməlidir. Yəni, şanslı gənclikdir. Və öz ətrafında olan gənclərə bir qədər təbliğat aparmalıdır ki, bugün idmanla məşğul olaq, bugün bədən tərbiyəsi ilə məşğul olaq, bugün xalqımızı, millətimizi tanıdaq. İqtisadiyyatımız gücləşir günü-gündən ki, 2015-ci ildə Azərbaycanda Avropa oyunları kimi möhtəşəm bir
yarışa ev sahibliyi edəcək və Azərbaycan Avropa oyunlarının vətəni sayılacaq. Bu hallarda alov Azərbaycandan gedəcək. Bu barədə birazdan söhbətimizi davam etdirəcəyik. Sırada isə bizim ənənəvi rubrikamız olan Makxəbər rubrikası var. Gəncliyimizdə baş verən digər hadisələri isə məhz bizim bu rubrika vasitəsilə izləyə biləcəksiniz. Gəlin baxaq. Əsas problemi işsizlik olan və işi hardan necə axtaracağını bilməyən gənclər. Gözünüz bizdə olsun. Bu süjet məhz sizin üçündür. Sizə gənclərin məşğulluğunun artırılmasında ilk və vahid elektron portal olan mycv.az-dan xəbər verəcəm. Əvvəlcə onu deyim ki, mycv.az portalı Asan Könüllüləri Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanıb. Gənclər myCV saytından, myCV imkanlarından yararlanaraq ümumiyyətlə CV-lər, yəni şəxsi işlərin necə doldurulması, iş seçimində, peşə seçimində, intervyularda necə hazırlaşması, hansı suallarla qarşılaşacaqları haqqında geniş məlumat əldə edirlər. myCV-nin əsas məqsədi tələbə və yeni məzun olmuş gənclərin karyerasının planlaşdırılmasına dəstək olmaqla innovativ üsullardan istifadə edib onları işə qəbul prosesinə hazırlamaqdır. Sayt 3 hissədən ibarətdir. Video tövsiyələr, test imtahanı və CV bölməsi. Bu haqda ətraflı məlumatı isə layihə rəhbəri Maqləmandan öyrəndik. Test imtahanı bölməsində siz daxil ola bilərsiniz və dövlət qurumlarının testlərini eləyə bilərsiniz. Bundan sonra video tövsiyələr bölməsində biz artıq 2 dövlət qurumu ilə əməkdaşlıq qurmuşuq. Bu Asan Xidmətdir və Dövlət Qulluğu Komissiyasıdır və onların nümayəndələrinə bir yerdə qısa metrajlı video tövsiyələr çəkib orada yerləşdirmişik. Bundan sonra myCV-də CV bölməsi var. Bu CV bölməsində heç bir əziyyət çəkmədən daxil olacaqlar. Orada hazır şablonda, yəni hazır CV-ni dolduracaqlar və uğurlu CV-ni belə deyək, yəni uğurlu CV-ni özlərinə yükləyə bilərlər. Tədbirin gedişatında myCV layihəsinin iştirakçısı olan 17 gənc isə sertifikatla təltif olundu. Azərbaycanda ilk dəfə keçirilən Sudoku çempionatından eksklüziv görüntülər Magda. Yarışmaçılar birinci turun sudokularını həll etdiyi vaxtdan istifadə edib, mən də sizə bu oyun haqqında qısa məlumat vermək istəyirəm. Sudoku dünya üzrə tanınmış məntiq oyunudur. Yapon dilindən tərcümədə su rəqəm, doku ayrı duran mənasını verən sudoku 9 əsas hissədən ibarət latın kvartalıdır. Oyun sahəsi 9-un 9-a ölçülü kvadratdan 81 xanadan ibarətdir. Oyunun əvvəlində artıq bu xanalardan bəzilərinə 1-dən 9-a qədər rəqəmlər yazılır ki, bunlara da ipucuları deyilir. Oyuncu xanaları elə doldurmalıdır ki, hər bir cərgədə həm üfüqi, həm şaquli istiqamətdə, həm də kvadratın daxilində rəqəmlər təkrarlanmasın. Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən çempionatda bu qaydaları dəqiqliklə yerinə yetirən iştirakçılar ikinci tura vəsiqə qazandı. Layihənin keçirilməsi Azərbaycanda gənclərin intellektual onların marağının artırılması ilə bağlıdır. Layihə ümumilikdə 3 mərhələdən ibarətdir. İlk mərhələ digər mərhələlərə nisbətən daha asan olacaq və mərhələlər getdikcə suallar da daha çox çətinləşir və son mərhələdə artıq qalib elan olunacaq və vaxt məhdudiyyəti yoxdur. İlk bitirən sudokunu ilk 3 nəfər uyğun olaraq birinci, ikinci, üçüncü yerləri bölüşəcəkdir. İkinci turdan sonra qaliblər məlum oldu və 6 nəfər finalda oynamağa şans qazandı. Digər turlardan çətin və gərgin keçən final turunda yarışmaçılara digər turlara nisbətən daha çox vaxt verilmişdi. Və bu vaxtdan səmərəli istifadə edib oyunu ən tez və düzgün başa çatdıran 3 nəfər çempionatın qalibi oldu. Biz də onları təbrik edib sevinclərinə şərik olduq. Bu cür yarışmalar birinci dəfədir ki, keçirilib Azərbaycanda və mən 3-cü yerimi tutduğuma görə çox sevinirəm. Mən də ikinci yer tutmuşam, çox sevinirəm. Təşkilatçıların hər birinə təşəkkür edirəm. Kompüter proqramlarında sudoku oynamaqdan bezmişdim. Belə oyunların olması məni sevindirdi və elə qaça-qaça gəldim ki, iştirak edeyim. Çox sevinirəm ki, elə birinci yerdə mən oldum. Bəli, Makxəbər rubrikasında izlədik və gəncliyimizdə baş verən digər hadisələrlə yaxından tanış olduq. Mən isə söhbəti idmançılara davam etdirmək istəyərdim. Murad, bax, uğurlarından danışdın, amma heç demədin ki, sənə idmana həvəs hardan yaranmışdı. Bilirik ki, məşğul olduğunuz idman növləri çox zədəli idman növləridir və tez-tez zədə riskləri olur. Ailədə münasibət necə oldu sənin idmana gəlməyində? Bunu evdən istədilər. Birinci atam dedi və güləşə. Hətta evdən təkid edilər ki, idman. Dedi ki,
güləşə getmək istəyirəm, elə söylədim. Da məcbur eləmədim, özüm də istədim güləşə getmək. Marağım daha çox oldu. Gəldim, güləşdim. Nəticələri. Bu sevindirici haldır ki, sənin valideynlərin istəklə məhz gəlmirsən. Bir də görürsən ki, elə ailələr olur ki, qarşısını alırlar. Uşağın məsəl üçün idmana getməsinin ya zədədən qorxurlar ki, gələcəkdə hansısa bir ağır zədə ilə qarşılaşa bilər və yaxud digər hallar. Fuad, sənin fikirlər almaq istərdim bu barədə. Səndə necə oldu ki, idmana həvəs yarandı? Mən lap balaca vaxtlarımdan həvəsli olmuşam idmana, güləşməyə. 9 yaşında yəni özüm atama demişəm ki, apar məni bu idmana, mən güləşmək istəyirəm. İstəyirəm yəni bayrağı qaldırmaq. Yəqin içində o qədər enerji var idi ki, hər hansı bir idman vermək. Uşaqlıqdan bir yerdə dayanmamışam da ancaq. Bax, bizim stüdiyamıza qonaq gələnlər Wing Chun, Kung Fu, bax bu şərq idman növləri ilə məşğul olanlar daha çox deyirlər ki, biz kinolara baxmışıq. Bruce Lee-nin, Jackson'ın kinolara baxıb həvəslənmişik. Səndə belə hallar olmayıb ki? Yox, elə içində deyil. Yox, Orxan, sənin fikirlər olmaq istəyir. Mən idmana qardaşıma baxaraq başlamışam. Böyük qardaşım da sambistdir. Avropa çempionu, dəfələrlə Avropa dünya mükafatçısıdır. Yəni ona baxaraq idmana həvəs yaranıb. Mən də onun kimi olmaq istəmişəm, bəli. O demək istəyirəm ki, ailədə də kiminsə təsiri olmalıdır. Çünki niyə görə? Mən məsəl üçün özüm də idmanla məşğul olurdum. Müxtəlif idmanlar, özümü hər hansı bir idmanda tapa bilmirdim. Başlamışdım şahmatdan, belə deyək, stolist idman növündən. Daha sonra voleybola, basketbolla 4 il professional şəkildə məşğul olmuşdum və qardaşım da mənə baxıb mənim davam yolumu gedirdi. Amma məndən daha yaxşı nəticələr əldə edirdi. İdmana gedirdi, şahmata getdim, məndən daha yüksəyə qalxdı. Basketbola getdim, milli komandayacan yüksəldi, yəni öz yaş qrupunda. Yəni o demək istəyirəm ki, ailədə olan hər bir mütləq olmalıdır ailədə, bəli. İslam, sənin fikirləri var? Əgər necə deyirlər, professional idmançı olmaq istəyirsə, idmanda böyük nəticələr əldə etmək istəyirsə, uşaq yaşlarından başlayır. Uşaq yaşından başlamaqdan başqa sənin gələ evdən dəstək olsun, kömək olsun. Evdən kömək olmasa sən heç cür mümkün deyil. Kim də desə mümkün deyil ki, yəni ki, sən gəlib professional idmançı olmaq üçün yəni evdən sənə şərait yaratmalıdırlar, kömək eləməlidirlər. Yəni necə deyirlər, bizə də evdən köməkli olub, atam gətirib idmana. Və necə məcbur bir elə hisslər olur ki, adam bezir, artıq idman elə məşq eləmək istəmirsən, onda gələk sənə kimsə stimul versin. Yaxşı, Tofiq müəllim, bir sual vermək istədim sizə. Yaxşı məşqçi olmağın sirlərini nədir görürsünüz biz? Yəni uzaq görənlik, yaxşı məşqçi olmağın sirləri ilk növbədə məşğul olduğun hər hansı bir idman növünün dərindən sirlərini bilmək, uşağın psixologiyasını bilmək, yəni ki, o hansı sahəyə marağı çoxdur, onu bilmək və məşqdə müəyyən bir mükafatlandırıcı stimul olmalıdır ki, o yarışın axırında təbii ki, o maraq onu cəlb eləsin ki, bu günləri mənim müəllim yarışın axırında mükafatı mən almalıyam. Ona xatir o yeniyetmə vaxtında təbii ki, o bilmir. Ancaq sonra mənim təcrübəmdə olub hələ bir idmançı, bu gün Avropa çempionu olub, beynəlxalq dərəcəli idman. Mən onu müəyyən bir həvəsləndirici məqamlarla onu saxlamışam. Onun bir ayağı məşqdə olub, bir ayağı qaçmaqda olub, evlərinə getmişəm, valideynlə danışmışam və ilə axır və s. Əsl məşqçi belə olmalıdır. Və hiss eləmişəm, mən onda görmüşəm o Avropa çempionatının qızıl medalını, gümüş medalını, yəni ki, onda istedadı. Və nəticə əldə eləmişsiniz? Və nəticədə yüksək, böyük şəxsiyyət kimi formalaşıb bu gün Azərbaycanda özünə məxsus yer tutan bir insandır. Yaxşı, Tofiq müəllim, idmançılardan xüsusi belə deyək də, tələbiniz nə olurdu, bax, ilk məşq? Rejimə qulluq eləmək. İdmançı rejimi, idmançının gündəlik rasyonu, onun deyək ki, rejimə əməl edən idmançı həmişə yüksək nailiyyətlə. Yaxşı, bəs cəza verərkən hansı metodlardan istifadə edirdiniz? Bir idmançını cəzalandırmaq istəyərək. Cəza mexanizmi və metodlarımız çox olurdu. Yəni ki, əgər deyək ki, onu mən psixoloji cəhətdən yoxlamaq istəyirdimsə, bir məşqdən kənarlaşdırırdım. O neyin bahasına olursa olsun, əgər o məşqə gəlməyə cəhd edirsə, mən artıq yaxşı müəllim idim. Mən artıq yaxşı müəlliməm ki, o istəmir ki, o məşqdən kənarlaşsın. İndi bu günləri deyək ki, cəza metodları çoxdur. Stipendiyadan qoymaq olar, xarici dünya çempionatından məhrum eləmək olar onu, Avropa çempionatından. Məncə ən böyük cəza elə budur, məhz Avropa, beynəlxalq yarışlardan onu kənarlar. Bəli, bu uşaqlar indi bax, görürsünüz ki, necə sakit, təmkinlə, elə bil ki, şahmatdan məşğul olur. Maraton ondan da fikrini alacaq. Siz indi onları xalçada görün, onlar indi burada bu cür sakit danışmalarına baxmayın, indi xalçada görün, bunlar necə cəngavərə dönürlər. Çox sakit şəkildə özünü aparmalıdır. İlk baxışdan elə bilsən ki, bunlar dünya, Avropa, olimpiya çempionları deyil, eləmi? Və bu xüsusiyyətlər bunlarda aşılanır
tədricən. Aha. Bax, elə özlərindən soruşacağam indi Tofiq müəllim. Murad, hansı cəza üsullarından sənə qarşı tətbiq olunur? Hər hansı bir səhvin olanda? Yəqin ki, o qədər də böyük səhvlərin olmaz, çünki sən olimpiya çempionusan, dəfələrlə beynəlxalq yarışdın. Mən belə heç özüm də bilmirəm, heç səhvim olmayıb, mən buraxmamışam səhv. Çünki bir balaca səhv idmandan uzaqlaşmaq. Nədən qorxursan? Bax, sən səhv elədin və hansı cəzadan səni çəkindirə bilər, qorxucu? Əlbəttə ki, qorxuram, dünya Avropa oyunla kənar qalaram. Və bir Avropadan kənar qalsın, gələn elə biraz həvəssiz yanaşırsan, idmançı həvəsdən düşür. Elə həvəsdən danışdın. Bax, sən hər bir kəsdə olur, yəni ümumiyyətlə, üstənlən peşə sahiblərində olur ki, işində həvəsdən düşmə anlar olur. Bax, bunda motivasiya nədə görürsən, sən necə tapırsan? Öz şəxsi müəllimin yanına gelirsən, şəxsi müəllim sənə bildirişlər verir və göstərir ki, bu belədir, bu belədir. Daha da həvəslənirsən. Ailədə də belə sən geri danışırsan, səni həvəsləndirirlər. Daha çox onlar. Məncə. Məsələn, Tofiq müəllim doğrudan da çox sakit idmançılardır, danışığındadır. Olimpiya çempionu. Dünya Avropa çempionu. Danışıq. Ümumiyyətlə, Tofiq müəllim, bax, bu nədən irəli gəlir ki, bəzi idmançılar dünya Avropa istər olimpiya çempionları studiyaya qonaq gələndə sakit yanırlar. Mən də danışmaqda, yəni belə utanırlar, çəkinirlər deyə belə deyim. Müşahidə eləmişəm ki, yüksək idman nailiyyəti olan bir Namiq Abdullayev götürək, olimpiya çempionu danışanda görürsünüz necə belə sakit, həmçində Arif Abdullayev, həmçində Fərdi Mansur. Amma onlar xarici özlərini çıxanda xariqələri yaradır. Tamam başqalaşırlar. Və təbii ki, hər kəsənin öz sahəsi var da. İndi bunların bu danışıq tərzinin belə asılı olmağına baxmayaraq, bunlar bilirsiniz nə xaliqələr yaradıblar və yaradacaqlar. Elə Orxan, sən də davam eləyək, sənin fikirlərini almadıq. Hansı cəza üsullarından sən məşqçilər istifadə edir sənə qarşı? Bəli, belə bir şey bir dəfə olmuşdu. Bakı çempionatını udmuşdum. Müəllim pis güləşdiyimə görə yəni məşqdən uzaqlaşdırmışdı. Bu pis güləşdiyimə görə? Bəli, amma çempion olmuşdu. Çempion olmuşdu. Hətta pis güləşə-güləşədə gəlib pis güləşə görə uzaqlaşdırmışdı. Yenə də başqa müəllimi yana getmədim. Yəni gəldim, üzr istədim ki, müəllim bağışlayın. Yəni təzədən həmən müəllimi yana getdim. Yəni ən böyük cəza mənə elə gəlir ki, yəni qıraq beynəlxalq yarışdan qalmaqdır. Yəni ondan böyük bir şey ola bilər. Yəni həmkarların fikirləri razısan. İslam, sənin fikrini alardıq son olaraq. Necə deyərlər, müəllim də tələbəyə baxıb hərəkət edirdi. Elə tələbə var ki, onu sözlə, elə söz deyir ki, o tələbə utandığından ona cəza olur. Yəni müəllim də tələbəyə baxıb hərəkət edir. Biz də çalışırıq ki, səhv buraxmayaq ki, müəllim də olsa ki, hər kim olsa bizə yəni heç kim söz deməsin də. Öz işimizi yəni 100%-lıqla çalışırıq ki, əməl edək. Şükürlər olsun ki, olub az da olsa indi sözlə müəllim bizə hər halda utandırıb. Şükürlər olsun ki, təbii ki, məncə də sözlər, yəni bir söz kifayət eləyər və kifayət, insanlıqda hər halda bir-birimizi beynəlxalq yarışlardan kənar qalmaq. Mən istərdim sizin bax bu ilə və ya ümumiyyətlə gələcək planlarınız haqqında hansı çempionatlara hazırlaşırsınız? O barədə istərdim sizlə söhbət açaq. Buyurun. Yenə də mikrofon burada azadılır. Mən bu il Avropa dünya çempionatları var gənclər arasında. Harada keçiriləcək? Xorvatiyada keçiriləcək və Macaristanda belə keçiriləcək yarışlar var. Və çalışacağam orada yaxşı nəticələr qazanım. Ona görə ki, bu bir gələcəyə də yaxşıdır. Çünki gələcəkdə Bakıda keçirilən Avropa oyunları var. Orada iştirak eləmək üçün yaxşıdır. 2016 Braziliyada keçirilən yay olimpiyaları. Əlbəttə ki, ən böyük məqsədim oradır. Və bizə göstərir. Seçmələr nə vaxtdan başlayacaq lisenziya xarakterli yarışlar? Seçmələr 2014-2015 belə başlayır. Bu ilin yəqin sentyabr ayından başlayır. Bu yarışlarda sənə uğurlar arzulayırıq. Çox sağ olun. İnşallah Singapurdakı nəticəni olimpiya çempionatı. Bizə bu göstərən qayğını görə çox sağ ol deyirəm, amma inşallah biz bu nəticələri qazanacağıq. 2015-2016. Mən şəxsən buna əminəm. Buyur, Fuad, sənin fikirlər var? Təbii ki, mən bir qeyd elədiyim kimi aprel ayında bizdə İspaniyada gənclər və yeniyetmələr arasında Avropa birinciliyi keçiriləcək. Yəni bizə təlim məşq toplanış başlayıb məşqlərimiz yəni məşq eləyirik. Bildiyiniz kimi də yəni sambo idman növü olimpiya idman daxil deyil. Yəni ən böyük istəyimiz də odur ki, olimpiya idman növünə daxil olsun. Hətta mən istərdim karate və sambo ikisi bir yerdə daxil olsun. Çünki karatedə də çox böyük uğurlarımız var dünya çempionatında, Avropa çempionatında və bunlar birdən-birə olimpiya idman növünə daxil olsa qızıl medallarımızın sayı birdən-birə artacaq. Sənə də uğurlar arzulayırıq. Buyur Orxan, sənin fikirlərin? Bu il keçirilən Avropa çempionatı Fuad qardaşımızla iştirak edəcəyik inşallah. Bir də oktyabrda Koreyada keçiriləcək dünya çempionatına böyük hazırlıqlar gedir. Məşq toplantıları ciddi, məşq toplantıları və inşallah yəni böyük uğurlarla qayıdarıq yarışlardan. Sənə də uğurlar arzulayıram. İslam, son olaraq sənin bu il hansı yarışlara hazırlaşırsan? Sınaq yarışları olacaq. Orada da əgər yaxşı nəticələr versək,
baş məşqçi bizi yəqin ki, hansı Avropa Dünya birinə qoyur. Yəni əvvəlcə yəni ora qazanmaq lazımdır. O yarışı Avropa Dünya çempionatını qazanandan sonra bizi o yarışlara təyin eləyəcəklər federasiya tərəfindən, biz də güləşəcəyik. Yəni heç kim 100%-dən qərar vermir ki, hansı yarış güləşəcək. Hər şey özümüzdən asılıdır. Tofiq müəllim, son olaraq istəyərdim, bax, gələn il bizdə keçiriləcək ilk Avropa oyunları haqqında, daha sonra İslam Olimpiyadası 2017-ci ildə Bakıda keçiriləcək. Bax, buna hazırlıq mərhələsi haqqında danışmaq istədim. Necə gedir hazırlıqlar? Bildiyiniz kimi hazırlıqlar mətbuat vasitəsilə, televiziya vasitəsilə mütəmadi olaraq xalqımıza çatdırılır və hazırlıqlar haqqında danışmaq mən elə bilirəm ki, böyük qürur hissi ilə mən qeyd edirəm ki, yüksək səviyyədə hazırlıqlar gedir, nümayəndələr gəlir, bütün şəraitlə maraqlanırlar və görürlər ki, Avropa oyunları bütün yarışlarının şahı olacaq, mən belə deyirəm. Çünki bizdə keçirilən bütün tədbirlər bütün dünyada əks-səda verir. Yəni, bu günləri deyək ki, müharibə eləyən bir dövlətdə belə bir mötəbər yarışın salınması özü də iqtisadiyyatın, Azərbaycan iqtisadının güclü olmasının bir təzahürüdür. Ona bir layiqli bir qiymətdir ki, bütün dövlətlər, yəni Avropa oyunlarının Azərbaycanda keçirilməsinə bir mənalı olaraq səs verdi və burada gəlib iştirak etməklərin böyük qürur hissi mən duyurlar və mən əminəm ki, Avropa oyunlarından sonra Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi öz müsbət həllini tapacaqdır. Biz də buna əminik və bir daha sonda hər birinizə təşəkkür edirəm. İdman günü və bədən tərbiyəsi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm. Sonda isə mən həmkarım Xəyaləni təbrik eləmək istərdim efir vasitəsilə. Bildiyimiz kimi o da güllə atıcılığa məşğuldur və idman ustasına namizəddir. Azərbaycan çempionudur. Xəyalə, səni təbrik edirəm və inşallah arzuladığın o nöqtəyə çatarsan, Azərbaycanı Olimpiya çempionatında təmsil edərsən. Bax belə, sağlam bədəndə sağlam ruh olar deyiblər. Siz də sağlamlığınızın qədrini bilin. Bugünlük isə bu qədər. Hələlik.